28 aprel 2025-ci il tarixində göz həkimi və tanınmış oftalmoloq alim Zərifə Əliyevanın doğum günü münasibətilə Qusar rayon mərkəzi xəstəxanasında böyük bir tədbir təşkil olundu. Tədbirdə rayonun millət vəkili, icra hakimiyyəti başçısının müavini və mərkəzi xəstəxananın rəhbərliyi olmaqla tibb personalı da iştirak etdilər. İlk olaraq qonaqlar rayon mərkəzi xəstəxanasında Zərifə Əliyeva və ümummilli liderin, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igid oğullarımızın fotolarının da yer aldığı foto güşə önünə gül çiçək dəstələri qoydular. Tədbir iştirakçılarına Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən film nümayiş olundu. Mərkəzi komitenin rəhbər iş aparılması Mircəfər Bağırovun qısqanclığına səbəb olur və Əziz Əliyev millətçilikdə, sosial mənşəyi gizlətməkdə ittiham. Zərifə Əliyevanın oftalmologiya sahəsindəki töhfələri, elmi araşdırmaları və cəmiyyət üçün göstərdiyi xidmətlər xatırlanaraq onun xatirəsi ehtiramla anıldı. Allah rəhmət eləsin. Bu cür tədbirlər Zərifə Əliyevanın işinin və mirasının gənc nəsillərə çatdırılması baxımından çox önəmlidir. Bugün burada iştirak edən hər kəs onun xatirəsini əziz tutaraq onun göstərdiyi xidmətlərə dərin hörmət və minnətdarlıqlarını bildirdilər. Təbii ki, Zərifə xanım bizim Azərbaycanın tibb sahəsində, elm sahəsində qoyduğu ədəbiyyatlar, elmi kəşflər həmişə dünya ədəbiyyatının, dünya səhiyyəsinin istinad nöqtəsidir. Təbii ki, ona görə də Zərifə xanım bizim üçün əziz, həmişə onun elmi nailiyyətləri, bizə verdiyi töhfələr, xəstələrə baxış və apardığı mücadilələr bizim prioritet və hədəf nöqtəmizdir. Bu bizim gənclərin həmişə xatirəsində əbədi qalacaq. Zərifə Əliyeva 1923-cü ildə anadan olub. O tanınmış oftalmoloq alim və Azərbaycanın oftalmologiya sahəsində aparıcı mütəxəssislərindən biri olmuşdur. Zərifə Əliyeva oftalmologiya elminə böyük töhfələr vermiş və xüsusilə uşaq oftalmologiyası üzrə bir çox tədqiqatlar aparmışdır. İnsan var üzündən, insan var izindən tanınır deyirlər atalar. Üzdən tanınanların ömrü yaşadıkları günlərin sayı qədər olur. İzindən tanınanlar əməlləri ilə insanların zaman-zaman formalaşan nəsillərin qəlbində hər vaxt ucalır, əbədi yaşama haqqı qazanır. Belə şəxsiyyətlərin qoyduqları iz neçə-neçə insanın həyat yoluna çevrilir və bu yol onlara hər zaman uğur getirir. Belə şəxsiyyətlərdən biri də bütün ömrünü xalqının, millətinin yolunda şam kimi əridən, tarixdə və insanların qəlbində dünya durduqca yaşama haqqı qazanan, sadəliyi ilə bəşəriyyəti ucaldığı isə göyləri Onun rəhbərliyi altında bir neçə oftalmoloji klinika yaradılmış və bir çox xəstəyə müasir müalicə imkanları təqdim edilmişdir. Zərifə Əliyevanın fəaliyyəti və elmi nailiyyətləri onun adını oftalmologiya tarixində əbədi olaraq yazdırmışdır. Onun xatirəsi və göstərdiyi xidmətlər hər zaman ehtiramla anılır. Feyruz Qayıtmazov, F Production, Qusar.